Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sudan istifadə ilə bağlı diferensial tariflərin tətbiqini təklif edir. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov deyib. İlham Bayramov bildirib ki, Azərbaycanda su tariflərinin artırılması ilə bağlı hazırda Tarif Şurasına hər hansı bir müraciət edilməyib. Onun sözlərinə görə indiki halda əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir. İlham Bayramovun fikrincə, israfın qarşısını almaq üçün su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqi məqsədə uyğundur. Bununla bağlı təkliflər hazırlanıb. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib. Beynəlxalq məsləhətli şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq. Həmçinin ictimai müzakirəyə çıxarılacaq deyə İlham Bayramov bildirib. O əlavə edib ki, ilkin hesablamalara görə Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur. Buna səbəb bir sıra ərazilərdəki plansız və qanunsuz tikililərin olmasıdır. Yəni, tikili var, orada yaşayış var, sudan istifadə edən isə qanunsuz yolla şəbəkəyə qoşulub. Lakin onların heç biri faktiki olaraq abonet deyil. Onlara su kanalizasiya xidmətləri göstərilməyib, sayğaclar quraşdırılmayıb. Bəzi hallarda bir evə qoşulan 2 su xəttindən yalnız birində sayğacın olması da qeyri-qanuni istifadəyə səbəb olur və həm də ümumi su itkilərinin artmasına gətirib çıxarır. Eyni zamanda xidməti mümkünsüz edir. Bununla bağlı sistemli tədbirlər həyata keçirilir və artıq bir neçə ildir ki, Bakı şəhərində inşa edilmiş qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır. Düşünürəm ki, yaşayış evləri ilə bağlı bu istiqamətdə də hələ müəyyən işlər həyata keçiriləcək və bu məsələ daim gündəmdədir deyə İlham Bayramov əlavə edib.